Esselamu Aleyküm əziz izləyicilər. Biz sizinlə üçbucaqlar mövzusunun 70-ə qədərinin izahları ilə tanış olmuşduq. İndi isə 70-dən sonrasının izahları ilə tanış olacaq. 71-ci sualımızla başlayaq. Mənə şərtdə vermişdi ki, A ilə B paraleldir. Siz həndəsənin əsas anlayışları dərsindən bilirsiniz ki, əgər bura y-dirsə, demək ki, burada y olmalıdır. Niyə görə? Çünki bunlar uyğun bucaqlardır. Bura y olduğu üçün mən burada yazıram y. Başqa nə bilirəm? Bu üçbucağın xarici bucağıdır. Və üçbucağın xarici bucağı onunla qonşu olmayan iki daxili bucağının cəminə bərabərdir. Demək ki, məndə burada x bərabərdir y üstə gəl z-in cəminə. Baxaq bizdən nə istəyir? Bizdən soruşur ki, y-i x və z-lə ifadə elə. Yəni y-i tap. Buradan da y-i tapanda toplanan cəm. Məchul toplananı tapanda cəmdən məlum toplanan çıxılar. Yəni cavabımız olacaq x çıxılsın z. Yəni B variantı. 72-ci sual. 72-ci sualda siz bir neçə dənə qayda bilməlisiniz. Birinci bilməli olduğunuz qayda odur ki, düzbucaqlı üçbucaqda bilirsiniz ki, bunlar proyeksiyadır. Buradakı BH AB-nin proyeksiyasıdır. HC isə AC-nin proyeksiyasıdır. Proyeksiya nə idi? Hündürlük çəkirdin, həmin o tərəfin aşağıya belə deyək düşən kölgəsidir. Yəni bu elə bir AC-nin kölgəsidir. BH da AB-nin kölgəsidir. Hündürlük çəkiləndən sonra. Bunlar proyeksiyalardır. Və biz bilirik ki, həmin o proyeksiyaların nisbəti, yəni yazaq ki, BH-ın HC-yə olan nisbəti bərabərdir. Həmin o uyğun olan o katetlərin kvadratları nisbətinə. Yəni BH-a uyğun olan nədir? 6, HC-yə uyğun olan 10. Onların kvadratları nisbətinə. Yəni 36 bölünsün 100. Yəni bunu hətta ixtisar da edə bilərəm 4-ə 25 9. Belə çıxır ki, elə 25 9-dursa, əslində nisbət olduğu üçün burada mən artıq bura 9 25 yaza bilmərəm. BH-a yazacağam 9x, HC-yə yazacağam 25x. Başqa bəs mən nə bilməliyəm? Başqa da bilməli idim ki, hündürlüyün kvadratı, yəni AH-ın kvadratı bərabərdir həmin o proyeksiyaların hasilinə. Yəni BH-dan HC-nin hasilinə. Onda belə çıxır ki, bizim burada AH-ımızın kvadratı bərabərdir 9x ilə 25x-in hasilinə. Buradan da alınır ki, AH bərabərdir 3 vurulsun 5x, yəni 15x-a. AH-ımızı da tapdıq 15x. İndi bizə deyir ki, AH böl BH-ı tap. AH-ımız nə qədər oldu? 15x. BH-ımız nə qədər oldu? 9x. 3-ə ixtisar edirəm. Burada qalacaq 3, burada qalacaq 5. Bu da eləyir 1 tam 3-də 2. Yəni doğru cavabımız olacaq D variantı. Bu sualı həll etmək üçün istifadə elədik 2 düsturdan. Biri bu düstur idi, biri də bu düstur idi. 2 dənə düsturu bilməlisiniz ki, bu sualı rahatlıqla həll edə biləsiniz. Gələk 73-cü suala. 73-cü sualda əslində qalsa oxşarlıq dərsinə aid bir sualdır. Yəni siz burada oxşarlığa aid məlumata sahib olmalısınız. Burada bizə verib ki, MY-miz 9-dur və şərtdə vurğuluyur ki, MN və YF O nöqtəsinə yarıya bölünür. Demək ki, ümumi MN 16-dırsa, buralar yarıya bölüb 8-8 olacaq. YF-imiz 10-dursa, buralar yarıya bölünüb 5-5 olacaq. Burada 2 dənə kongruent üçbucaq alınır. Bunu mən hardan başa düşməliyəm? Çünki burada qarşılıqlı bucaqlar var. Bu bucaqlar bir-birinə bərabərdir. Və gördüyünüz kimi 2 dənə tərəf də bir-birinə bərabərdir. Yəni tərəf, bucaq, tərəf. 2 dənə tərəf və həmin o tərəflərin arasında qalan bucaq. Bunlar bir-birinə bərabərdirsə, demək ki, bu üç bucaqlar bir-birinə oxşardır, kongruentdirlər. Və gördüyünüz kimi bunun tərəfləri 5, 8, 9-dursa, burada da 5, 8, 9 olacaq. Ona görə bu üç bucağın perimetrini bizdən soruşanda biz 73-cü sualı həll edərkən 5, 8, 9-u toplanmış olacaq. O da eləyir bizdə 13 üstə gəl 9, 22. Yəni doğru cavabımız oldu burada D variantı. Keçirəm 74-ə. Yetmiş-dördüncü sualımızda bizə nə deyir? Oturacağı AB olan bərabər yanına ABC üçbucağı çəkək. Oturacağımız AB-dir. Bu ABC üçbucağıdır. Bərabər yanlıdır. Yanlar bərabər. Oturacağımız iki bucaqlar bərabər. A və B bucaqların tənbölənləri O nöqtəsinə kəsişir.
Demək ki, A bucağının tənbölənini çəkirəm, B bucağının tənbölənini çəkirəm və bir nöqtədə kəsişirlər. Belə bir şəkil çəkə bilərəm. Bax, belə tənbölən, bir də belə tənbölən. Yəni, bunlar gəldi bu O nöqtəsində. Baxın, burada kəsişdilər. Bizə deyir ki, BAC 72 dərəcədir. AOB-nin dərəcə ölçüsünü tapın. Baxaq. Bu tənböləndir, yarıya bölünüb. Əgər BAC 72-dirsə, burada tənböləndir. Demək ki, burada 36-dır, burada 36-dır. Tənbölən olduğu üçün yarıya böldüm. Bizə bərabər yanlı üçbucaq verildiyi üçün biz bilirik ki, burada 36 bölünəcək. Oturacaq iki bucaqlar bərabərdir. Burada 72-dir və yarıya da böləndə o da 36 olacaq. A, O, B lazımdır. Yəni bu bucaq. Burada 36, burada 36. Ümumi 180 dərəcə eləməsi üçün 180-dən çıxırıq 72. Demək ki, bura olacaq 108 dərəcə. Doğru cavabımız oldu bu sualda 108. Və 75 də eyni prinsiplə həll olunacaq. Yenə də oturacağı AB olan bərabər yanlı ABC üçbucağı çəkirik. Yenə də A və B bucaqlarının tənbölənlərini O nöqtəsində kəsişdiririk. Və bizə deyir ki, ABC 76-dır. ABC. Əgər bura 76-dırsa, tənbölən olduğu üçün bura bölünəcək yarıya 38. Və eyni şəkildə burada ümumi 76-dır, bölünəcək yarıya 38. AOB-ni istəyir. 180-dən çıxıram, 2 dənə 38-in cəmini, yəni 76-nı. Doğru cavabımız alınacaq 104 dərəcə. Doğru cavabımız oldu burada da 104. Burada 108, burada 104. Keçirəm 76-cı suala. Şəklə yaxından baxaq. Bizə deyir ki, A bucağı 30 dərəcədir. Yazaq. Daha sonra bizə deyir, C bucağı 80 dərəcədir. Bura 80-dir. Əslində biz buradan iki bucağımız verildiyi üçün biz burada çox şey tapa bilərik. Baxaq, başqa nə verilib? MDN 130-dur. Yəni, burada 130-dur. Yazdıq. Bizə lazımdır B bucağı. Baxın. Birinci baxırsınız bu üç bucağa. Baxın, bu üç bucaqda bura həmin o üç bucağın xarici bucağıdır. Ona görə bu xarici bucaq onunla qonşu olmayan iki daxili bucağın, yəni bu 30 ilə 80-in cəminə bərabərdir. Yəni bu bucaq 110 dərəcəyə bərabərdir. Buranı qeyd elədik 110. Əlavə olaraq bilirsiniz ki, bura 130 dərəcədirsə, bura da onun qonşusudur. Bura olmalıdır 50 dərəcə. Tapdıq ki, bura 110-dur, bura 50-dir. Toplayanda edir 160, təpəyə də qalacaq onda bizdə 20 dərəcə. Ki, toplayanda 180 eləsin. Demək ki, doğru cavabımız olacaq 20 dərəcə. Digərini də həll eləyək. B bucağını 20 verib yazaq. 20. MDN 150-dir, C 90-dır. MDN burada 150-dir. Yenə də, baxın, bura 150-dirsə, demək bura 30 dərəcədir. Başqa bizə nə lazımdır? A bucağı lazımdır. Bura 20, bura 30 dərəcə olduğu üçün baxırsınız bu üç bucağa. Bura bu üç bucağın xarici bucağıdır. Demək ki, onunla qonşu olmayan iki daxili bucağının cəminə bərabərdir. Yəni, bura 50 dərəcədir. Onda bir üç bucağa baxsaq, bura 50 dərəcədir. Bura 90 dərəcədir. Demək də bura 40 dərəcə olmalıdır ki, toplayanda 180 eləsin. Və yaxud da biz demişdik ki, düz bucaqlı üç bucaqda bizim iti bucaqlarımızın cəmi 90 dərəcə eləməlidir. Bura 50-dirsə, demək ki, bura olacaq 40. Və bununla da biz bucağımızı tapmış olduq. Başqa yolla da eləyə bilərdiniz. Necə? Buranı bizə vermişdi B bucağını 20. Burada 90-dır. Bu üç bucağa əsasən deyə bilərdik ki, bura 70-dir. Demək ki, bura 110-dur. MDN-i bizə nə verib? 150. Demək ki, bura 30-dur. 110-umuz var, 30-umuz var. Buradan da biz bu bucağı tapa bilərik. 110 ilə 30-u toplayıram, 140, demək ki, bura 40-dır. Heç bu 30-u tapmaya da bilərdiniz. Bu üç bucağın xarici bucağıdır 150. Demək ki, bura 110-dursa, bura 40 olmalıdır ki, toplayanda 150 eləsin. Bir sualı həll etməyin. Gördüyünüz kimi ən azı 3 yolunu dedim. 3-dən çox da yolu var idi.
76-cı sualımızda oldu cavab 20, 77-ci sualımızda oldu cavab 40. Yazaq bura. 76-da oldu 20 dərəcə, 77-də oldu 40 dərəcə. Keçək 78-ə. 78-ci sualımızda bizə deyir ki, BCD xarici bucaqdır. Bucaq A, bucaq B və BCD-nin cəmi 220-dir. Şəklə baxan kimi deməli idiniz ki, buradakı bucaq BCD elə bucaq A ilə bucaq B-nin cəminə bərabərdir. Çünki 3 bucağın xarici bucağı onunla qonşu olmayan 2 daxili bucağının cəminə bərabərdir. Yəni, belə çıxır ki, bu da eyni ədəddir. Toplayanda 220 eləyib. Demək ki, bunların hər birisi 110-a bərabərdir. Yəni, BCD-miz ona görə 110-a bərabərdir. Bizə BCA lazımdır. Yəni, bu bucaq. Bura 110-dursa, burada onun qonşusu olduğu üçün olacaq 70. Bitdi. Doğru cavabımız oldu 70 dərəcə. Digəri də eyni prinsiplə. Yenə də bucaq A ilə B-nin cəmi elə BCD-yə bərabərdir. İkisi də eyni şeydirsə, demək ki, bura 130 dərəcədir. Və yenə də BCA-nı tapanda 180-dən 130 çıxırıq. Doğru cavabımız eləyir 50 dərəcə. Yəni 79-cu sualda da cavabımız olacaq 50 dərəcə. Keçək 80-ci sualımıza. 83-cü sualımız sizin bilməli olduğunuz trigonometrik nisbətlər dərsinə aiddir. Bilməli idiniz ki, sinus alfa qarşı katetin hipotenuza nisbəti, kosinus beta isə bitişik katetin hipotenuza nisbətinə bərabərdir. Birinci gəlin hipotenuzu tapaq. 3 ilə 4 Pifaqor ədədləridir, hipotenuzumuz olacaq 5. Baxıram indi 80-ci sualda sinus alfaya. Baxın, alfanın qarşı kateti nədir? 3. Hipotenuz nədir? 5. Demək ki, sinus alfa bərabərdir 5-də 3-ə. İndi baxırıq kosinus betaya. Kosinusda qayda necə idi? Bitişik katetin hipotenuza nisbəti. Baxırsınız ki, betaya bitişik katet hansıdır? Baxın, bu 4 betaya qarşı katetdir. Bitişik kateti, baxın, burada 3. Biri qarşısıdır 4, biri də bitişiyidir 3. Bizə bitişik katet lazımdır. O eləyəcək bizdə 3, hipotenuzda 5. Kosinus betanı da tapdıq. Bunların cəmini bizdən istəyir. 5-də 3 ilə 5-də 3-ü toplayanda, yəni 0,6 ilə 0,6-nı toplayanda doğru cavabımız alınır 1,2. Yəni doğru cavabımız olacaq 1,2. Eyni prinsiplə 81-i həll edirik. Yenə də Pifaqor ədədlərinə görə bura 3-dür. Gəlin tapaq kosinus alfanı. Alfanın bitişik kateti. Alfaya bitişik katet buradadır 4. Hipotenuzumuz 5. Sinus beta. İndi betaya qarşı katet. Betanın qarşı kateti 4'dür. Yenə də hipotenuz 5. Bunlar bizdə 0,8'dir. Toplayanda da alınacaq 1,6. Yəni doğru cavabımız olacaq 1,6. Keçək 82-ci suala. 82-ci sualımızda qızıl üçbucağımız var. Gördüyünüz kimi 30, 60, 93 bucağıdır. Bizə bucaqları verib, yəni şərtdə əlavə heç bir şey yoxdur. AD-nin DC-yə nisbətini istəyir. Yaxınlaşdıraq. Baxın, bura 90, bura 60. Bilirsiniz ki, onda bura 30 dərəcədir. Bura 90, bura 30. Demək ki, bütöv bura 60 olmalıdır. Bütöv buranın 60 olması üçün burada 30 dərəcədir. Bucaqlarımızın hamısını tapdıq, yerinə qoyduq. İndi, baxıram balaca üçbucağa. Yəni, ABD üçbucağına. Hipotenuzu qoyuram 2x. O zaman 30 dərəcəli bucağın qarşısı olacaq x. 60 dərəcəli bucağın qarşısı olacaq x kök altda 3. Siz bunu dərhal deməlisiniz. Çünki 30, 60, 93 bucağını görən kimi bilirəm ki, hipotenuza dərhal 2x yazacağım. 30 dərəcəli bucağın qarşısı onun yarısıdır. 60 dərəcəli bucağın qarşısı isə 30-un qarşısının kökdə 3 mislidir. Hamısını yazdıq. Daha sonra baxırıq böyük üçbucağa. Böyük üçbucaqda 30 dərəcəli bucağın qarşısı x kök 3'dür. Demək ki, hipotenuzumuz olacaq 2x kök 3. Yəni bunun 2 misli. 60 dərəcəli bucağımızın qarşısı olacaq 30 dərəcəli bucağın qarşısının kök altda 3 misli. 30 dərəcəli bucağın qarşısı x kök 3'dür. Bunun kök altda 3 misli alınacaq 3x. Əgər bütöv bura 3x-dırsa, demək ki, DC-miz də olacaq 2x. Gördüyünüz kimi, soruşdu, soruşmadı, hamısını tapdım. Yəni, heç nəyi soruşduğunu bilmirəm. Hər şeyi tapdım. Nəyi soruşsa da artıq tapa bilərəm. Baxaq, AD-miz nədir? X.
DS'miz nədir? 2x. Böləndə də cavab alınır 2-də 1. Yəni cavabımız olacaq 0,5. Eyni şəkil buradadır. Baxın, eyni şəkil. Eyni münasibət olsa da mən yenə də təkrar izah edirəm. Bura biz dedik ki, 30 dərəcədir balaca üçbucağa görə. 30, 60, 90 üçbucağıdır. Bura 30 olduğu üçün bura 90'dır. Bura 60 olmalıdır. Bu səbəbdən burada 30'dur. Bunu da yazdıq. Daha sonra dedik ki, 30, 60, 90 üçbucağına görə dərhal hipotenuza 2x yazırıq. 30'un qarşısındakı katetə x yazırıq. 60'ın qarşısındakı katetə x kök 3'dür. Sonra baxıram böyük üçbucağa. Böyük üçbucaqda 30'un qarşısı x kök 3'dür. Demək ki, hipotenuzumuz olacaq 2x kök 3. Çünki 30 dərəcəli bucağın qarşısı onun yarısıdır. Yəni 2 kök altda 3x. Daha sonra 60 dərəcəli bucağın qarşısı 30 dərəcəli bucağın qarşısının kökdə 3 mislidir. X kök 3'ün kök 3 misli, kök 3'dən kök 3 bir-birinə vurulur, alınır 3. 3x'dir. Yəni bütövlükdə bura 3x'dir. Bura x olduğu üçün geriyə qalacaq bura 2x. Bütün hər şey tapıldı yenə. DS'miz 2x'dir. AD'miz x'dir. Böləndə cavab alınacaq 2. Yəni doğru cavabımız oldu 2. 82'də cavabımız oldu 0,5. 83'də cavabımız oldu 2. 84 yenə də bizdə trigonometrik nisbətlərdir. Pifaqor ədədlərinə görə dərhal bura 4 yazıram. 85'də də Pifaqor ədədlərinə görə dərhal bura 8 yazıram. Birinci baxaq tangens alfaya. Tangensin qaydası necə idi? Qarşı katetin bitişik katetə nisbəti. Baxaq, alfanın qarşı kateti 3'dür, bitişik kateti 4'dür. Demək ki, olacaq 3'ün 4'ə nisbəti. Baxırıq indi kotangens beta. Kotangensin tərifi nə idi bəs? Bitişik katetin qarşı katetə nisbəti. Beta'ya bitişik katet 3'dür. Beta'nın qarşısı 4'dür. Bu da olacaq 4'də 3. 4'də 3 0,75 deməkdir. Bunları da toplayanda alınır 1,5. Yəni doğru cavabımız oldu 1,5. İndi 85'ə baxıram. Kotangens alfa. Bitişik katetin qarşı katetə nisbəti. Alfaya bitişik katet 6'dır. Alfaya qarşı katet 8'dir. 6/8. Baxıram tangens beta. Qarşı katetin beta'nın qarşısı 6'dır. Bitişik katetə 8 nisbəti. Bunlar da bizdə 0,75'dir. 4'də 3 deməkdir ikisi də. Toplayanda alınacaq 1,5. Yəni doğru cavabımız oldu. Burada da 1,5. Baxıram indi 86-cı suala. 86-cı sualımızda biz bilirik ki, bu üçbucağın xarici bucağıdır. Və üçbucağın xarici bucağı onunla qonşu olmayan iki daxili bucağının cəminə bərabərdir. Yəni, bunu mən sadələşdirib yazsam, 86-cı sual. Yazaram ki, 4 alfa ilə 39'un cəmi bərabərdir. Alfa üstəgəl 90 dərəcənin cəminə. Yəni, bura 90'dır, bura alfadır. Ümumi bura 90 üstəgəl alfadır. Yəni, bu xarici bucaq 90 üstəgəl alfadır. Bərabərdilər. Buradan alınır 3 alfa bərabərdir. 90'dan 39 çıxırıq. Eləyəcək bizdə 51. Alfa da bərabərdir. 51'i 3'ə bölürəm 17. Bizdən A, B, C-ni soruşur. Gətirib alfanın yerinə 17 yazaq. Bura onda olacaq bizdə 68. 68, 39 toplayıram. Alınır 107. Demək ki, bu bucağı tapmaq üçün 180'dən 107 çıxıram. Doğru cavabımız eləyir 73. Demək ki, bizim A, B, C bucağımız olacaq 73 dərəcə. Təbii ki, başqa yolla da eləyə bilərdiniz. Burada alfanın yerinə qoya bilərdiniz 17. Toplayanda alınacaqdı bura 107. 107'nin qonşusu yenə də 73. Yəni bir neçə həll yolu ilə həlləmək olar. Keçirik 87-ci suala. 87-ci sualımızda bizə deyir ki, düzbucaqlı üçbucağın düz bucaq təpəsindən hipotenuza çəkilmiş median və tən bölən arasındakı bucaq 10 dərəcədir. Düzbucaqlı üçbucaq çəkək. Və düz bucaq təpəsindən hipotenuza median və tən bölən çəkirəm.
Bu medianımız olsun. Tərəfi yarıya bölür. Bir dənə də tənböləni çəkirəm, bucağı yarıya bölür. İndi biz bilirik ki, tənbölən əgər bucağı yarıya bölürsə, burada 45-dir və təbii ki, burada 45-dir. Baxın bu hissə. Sərqəsiz olmasın deyə silirəm. Bu bucaq bizdə 10-dur. Bu tənböləndir. Baxın, qırmızılayıram. Bu tənböləndir. Tənbölən olduğu üçün biz bilirik ki, bu 90 dərəcəni yarıya bölüb. Yəni, bura 45-dir. Və burada geriyə 45 qalır axı. 45, 10, 55. Demək ki, burada olacaq 35. Bütün bu bucaqların münasibətini qurduq. Bizə nə lazımdır? 3 bucağın kiçik iti bucağı lazımdır. Demək ki, iti bucaqları tapmalıyıq. Necə tapacaqsınız? Mediandan kömək alacaq. Təbii ki, bu medianı boşuna verməyib. Bu mediandır. Biz də bilirik ki, əgər median çəkilibsə, demək ki, bu tərəf bu tərəfə bərabərdir. Və bunlar da mediana bərabərdir. Əgər biz bilirik ki, hipotenuzdan median çəkilibsə, həmin median tərəfi yarıya bölünür və hipotenuzun yarısına bərabərdir. Yəni, burada x-dir, burada x-dir, burada x-dir. Bunlar hamısı bir-birinə bərabərdirlər. İndi, əgər bunlar bir-birinə bərabərdirlərsə, bu bizə nəyə görə lazımdır? Burada bərabər yanlı 3 bucaq var, ona görə lazımdır. Yəni, bura bu tərəfə bərabərdir. Burada bərabər yanlı bir 3 bucaq var. Yəni, oturacağı bitişik bucaqlar bərabərdir. Bu bucağımız 35 dərəcədirsə, oturacağı bitişik bucaqların bərabər olmasına görə burada 35 dərəcədir. İti bucaqların cəmi də 90 dərəcə olduğu üçün 90-dan 35 çıxıram. Demək ki, digər bucağımızda olacaq 55 dərəcə. Bizə iti bucaqlardan kiçiyi lazımdır. Kiçik iti bucağımız buradadır, 35 dərəcə. Yəni, doğru cavabımız bu səbəbdən olacaq 35 dərəcə. Keçirəm 88-ci suala. Oturacağı asi olan bərabər yanlı ABC üçbucağına BD medianı çəkilib. Bərabər yanlı bir üçbucağımız var. Oturacağımız AC'dir. Bura bir BD medianı çəkilib. Qeyd edək. Bərabər yanlı olduğu üçün bura A'dırsa, burada A'dır. Bura B'dirsə, burada B'dir. Burada bizim medianımızdır. M yazaq. Bizə lazımdır. Deyir ki, ABC və ABD üçbucaqlarının perimetrləri. ABC üçbucağının perimetrini tapsaq nə olacaq? ABC-nin perimetri olacaq 2A üstəgəl 2B. Bu bərabərdir 46-ya. Mən buradan tapa bilərəm ki, A üstəgəl B bərabərdir 23-ə. Bunu bildim. Sonra qeyd edir ki, ABD-nin perimetri 40-dır. Gəlin ABD-yə baxaq indi. ABD. Bunun perimetri nədir bəs? A üstəgəl B üstəgəl M. Bu 40-a bərabərdir. A ilə B-nin cəmini mən tapmışam, 23-dür. Cəmin 40 eləməsi üçün medianımız 17 eləməlidir. Demək ki, doğru cavabımız olacaq. Medianımız 17-dir. 89. 89-cu sualı dərhal görən kimi deməliydiniz ki, bu düz bucaqlı üç bucaqdır. Çünki buradakı ədədlər Pifaqor ədədləridir. Bunu siz baxan kimi tanımalısınız. Ona görə dediyim kimi, Pifaqor ədədləri əzbər şəkildə öyrənilməlidir, mütləq. Bunlar elə bir 3, 4, 5-in 5 misilləridir. Bunlar Pifaqor ədədləri olduğu üçün mən çəkirəm düz bucaqlı üç bucağımı. Bura olacaq 15, bura olacaq 20, burada olacaq 25. Bilməlisiniz ki, düzbucaqlı üçbucağın katetləri elə onun hündürlükləridir. Yəni, düzbucaqlı üçbucağın 3 dənə hündürlüyü var. Birinci hündürlüyümüz katetdir. Yəni, 15. İkinci hündürlüyümüz yenə katetdir. Yəni, 20. Üçüncü hündürlüyümüz isə hipotenuza çəkiləndir. Və hipotenuza çəkdiyimiz hündürlük hündürlüklərin ən kiçiyidir. Yəni, 3 dənə hündürlükdən ən kiçiyi hipotenuza çəkiləndir. Çünki böyük tərəfə çəkilən hündürlük kiçikdir, kiçik tərəfə çəkilən hündürlük böyükdür. Üçbucağın ən böyük tərəfi də düzbucaqlı üçbucaqda hipotenuz olduğuna görə ora çəkilən hündürlük ən kiçiyidir. Yəni, üçüncü hündürlüyümüz də hipotenuza çəkilən hündürlükdür. O da hansı düsturla tapılır? A vur B bölünsün C. Yəni, katetlər hasili böl hipotenuz. Demək ki, mən yazacağım burada 15 vur 20 bölünsün 25. Bu da eləyir bizdə 3 vurulsun 4, 12.
Demək ki, 3 dənə hündürlüyümüz oldu. 15, 20, 12. Məndən kiçik hündürlüyü istəyir. Kiçik hündürlüyümüz həmin o hipotenuza çəkilən kiçik hündürlükdür. O da eləyir bizdə 12. 90-cı suala baxaq. Tərəfləri 12, 13 və x-ə bərabər olan 3 bucağın 2 bucağının cəmi 3-cü bucağına bərabərdir. Siz bu cümləni görən kimi, yəni 2 bucağın cəmi 3-cü bucağa bərabərdir. Bu cümləni görən kimi deməlisiniz ki, bu düz bucaqlı 3 bucaqdır. Dərhal, düşünmədən, əgər 3 bucağın 2 bucağının cəmi onun 3-cü bucağına bərabərdirsə, mütləq şəkildə bucaqlardan biri 90 dərəcədir. Ona görə bu mütləq şəkildə düz bucaqlı 3 bucaqdır. Bunu isbat eləmək asanlıqla olar. Bu bizim düz bucaqlı 3 bucağımızdır. Tərəfləri verib 12, 13. Dərhal Pifaqor ədədlərinə əsasən düşünürsünüz ki, 12 ilə 13-ün Pifaqor ədədi 5-dir. Demək, katetlərimiz 5 və 12-dir. Hipotenuzumuz 13-dür. Bizə deyir ki, x ən kiçik tərəfdir. Onun uzunluğunu tapın. Cavabımız oldu 5. Bunu nəyə görə bizə deyib? X-in ən kiçik tərəf olduğunu deməsəydi, biz belə başa düşə bilərdik ki, 12 ilə 13 bizim katetlərimizdir. Və x-i tapanda da 12-nin kvadratı üstəgəl 13-ün kvadratı yaza bilərdik. Natural ədəd alınmazsa belə fərqi var ki, bəyəm, hipotenuz məcburdurmu natural alınsın? Məcbur deyil. Elə bir şərt də verməyib bizdə burada. Mən heç yerdə natural ədəd sözünü görmürəm. Demək ki, əgər o şərti verməsəydi, biz cavabı səhv ala bilərdik. O şərti verdiyinə görə biz cavabı 5 götürə bildik. Əks halda x-in ala bildiyi 2 qiymət var idi. 1. O katet olaraq 5 ala bilər. 2. Hipotenuz olaraq onların kvadratları cəmi ala bilər. Ən kiçik tərəf olduğunu nəyə görə vurğulayıb, siz başa düşəsiniz ki, o demək ki, hipotenuz deyil, katetdir. Katet olduğu üçün elə Pifaqor ədədləri bu şərti ödədi. Doğru cavabımız oldu 5. 91-də də eyni prinsipdir. Gördüyünüz kimi yenə də yazıb x ən kiçik tərəfdir. Demək ki, 15, 17-nin Pifaqor ədədini bilməlisiniz. O da olacaq bizdə 8. Yəni 91-ci sualda da doğru cavabımız olacaq 8. 15, 17-nin Pifaqor ədədi 8-dir. Keçirəm 92-yə. 92-nin əslinə qalsa biz Pifaqor teoremi ilə həll edib tapa bilərik. Amma mən heç vaxt eləmirəm. Mən orada dərhal Pifaqor ədədlərini düşünüb cavabı tapıram. Sizə 2 yolu da başa salacağım. Düz bucaqlı 3 bucağı tapıram, çəkirəm. Bizə deyir ki, katetlərdən biri digərindən 3 cm böyükdür. Demək, biri x-dır, biri x üstəgəl 3-dür. Hipotenuzundan isə 3 cm kiçikdir. Yəni, katetlərdən biri digərindən 3 cm böyükdür, hipotenuzdan isə 3 kiçikdir. Yəni, burada olacaq x üstəgəl 6. Yəni, bu bundan 3 böyükdür, bundan isə 3 kiçikdir. Ona görə oldu x üstəgəl 3, bir də x üstəgəl 6. Əgər siz üçbucaqda Pifaqor ədədlərini yaxşı şəkildə bilmirsinizsə və yaxud da ağlınıza gəlmədi, tapa bilmədinizsə, siz burada tətbiq edəcəksiniz Pifaqor teoremini. Pifaqor teoreminə əsasən, onsuz da burada ətraflı yazılı cavabdır. Pifaqor teoremini tətbiq edəsək, x-in kvadratı üstəgəl x üstəgəl 3-ün kvadratı bərabərdir x üstəgəl 6-nın kvadratına. X kvadrat üstəgəlinsin x kvadrat üstəgəl 6x üstəgəl 9 bərabərdir x kvadrat üstəgəl 12x üstəgəl 36. X kvadratlar getdi. X kvadrat çıx 6x 12x-i gətirdim bu tərəfə. 36-nı da gətirirəm bu tərəfə. 9-dan da 36 çıxırıq. Bu da eləyəcək bizdə 27. Bərabərdir 0-a. Viet teoreminə əsasən mən buradan kökləri tapıram. Vuranda mənfi 27 eləməlidir, toplayanda 6. Alınacaq bizdə 9 ilə mənfi 3. Təbii ki, üçbucağın tərəfi mənfi ədəd ola bilməz. Mənfi ədədi götürməyəcəyik, çünki üçbucağın tərəflərindən biri x-dır. Biz 9-u götürəcəyik. Demək, tərəflərimiz oldu 9, 9 üstəgəl 3, 12, 9 üstəgəl 6, 15. Perimetrimiz 9, 12, 15. 36. Doğru cavabımız oldu 36. Bəs müəllimə, bu cür eləməsəydim necə eləyərdim? Düşünəcəkdim ki, 3, 3 artır. Bu Pifaqor ədədləri hansılardır? 3, 4, 5-in misillərini birinci düşünürəm. 3, 4, 5-in misillərindən də 3, 4, 5-in özü deyil. Aralarında bir vahid var. Bunun 2 mislini tapanda aralarında 2 vahid var. 6, 8, 10. 3 mislini tapanda da aralarında 3 vahid var. 9, 12, 15. Ona görə doğru cavab eləcəkdir 9, 12, 15-in cəmi. Yəni bunu Pifaqor ədədlərinə əsasən düşünüb tapa bilərdim. Keçirəm 93-cü suala. Ətraflı yazı cavab olduğu üçün həll etməyiniz daha önəmlidir.
Düzbucaqlı üçbucağın hipotenuzunun ortasından katetlərə qədər məsafələr verilib. Düzbucaqlı üçbucaqdır. Hipotenuzun ortasından katetlərə qədər olan məsafələr. Baxın, hipotenuzun ortası buradır. Buradan katetlərə məsafə. Məsafə nədir? Hündürlük. Demək, belə bir hündürlük çəkirik. Bu hündürlükdür. Bir də belə bir hündürlük çəkirik. Məsafə deyəndə dərhal hündürlük sözünü başa düşməlisiniz. Məsafələr 9-dan 12-dir. Bura 9-dur. Bura 12-dir. Bizə lazımdır üçbucağımızın perimetri. Bunu siz iki yolla eləyə bilərsiniz. Birinci, qaydanı bilərək. Qaydanı bilsəz, biləcəksiniz ki, bu orta xətdir. Orta xət olduğu üçün bura 9-dur, bura 18-dir, burada 24-dür. İkinci isə nə edirsiniz? Buradan belə bir xət uzadıram. Baxın. Belə bir xət uzadıram. İndi, bura 9-dursa, təbii ki, burada 9-dur, düzbucaqlıdır. Bura 12-dirsə, təbii ki, burada 12-dir. İndi, bura 9, bura 12. Pifaqor ədədlərinə görə bu 15-dir. Bu axı mediandır, ortadır. Median da bilirsiniz ki, hipotenuzun yarısıdır. Yəni, burada 15-dir, burada 15-dir. İndi, baxıram bu üçbucağa. Baxın bu üçbucağa. 12, 15 demək, bura 9-dur. Baxıram indi bu üçbucağa. 9, 15 demək, bura 12-dir. Həqiqətən diqqət eləyin, orta xət oldu. Gördüyünüz kimi, bura götürdü, 12, 12 bölündü. Burada götürdü, 9, 9 bölündü. Yəni, tən yarısı oldu. Ona görə, yəni, baxın, bura, baxın, bu, buranın orta xəttidir bu üçbucağın. Üçbucaqda bu üçbucağın orta xəttidir. Tən yarıya bölüb. Buranı da tən yarıya bölür, buranı da. Və eyni şəkildə, bunu silək, bu da bu xəttdə. Buranın paraleldir də, elə bir, bu bura paraleldir, bu da bunun orta xəttidir. Yəni, bura 9 olduğu üçün bura 18-dir. Və həqiqətən biz bunu isbat eləmiş olduq. Gördüyünüz kimi, o xətti çəkdim və mən bunu canlı-canlı gördüm. İndi mən buradan perimetri tapanda nə edirəm? 12 üstəgəl 12, 24. 9 üstəgəl 9, 18. 15 üstəgəl 15, 30. Toplayaq. Bu eləyəcək bizdə 42, üstünə də 30, 72. Doğru cavabımız oldu 72. Eyni prinsipdir 94-cü sual. Yəni, eyni sualdır. Sadəcə orada məsafələri 7,5-dən 10 verib. Ona görə həllini tam yazmayacağım. Yəni, unutmayaq ki, 7,5-dən 10 veribsə, bir dənə düşürdə yaşarım. Demək ki, bizdə, gəlin yenə də çəkeyim. Bura 7,5-dir. Üzrəm, katetlərə qədər məsafələr. Bu məsafə 7,5-dir. Demək, bura 15-dir. Bu məsafə 10-dur. Demək, bura 20-dir. Siz Pifaqor ədədlərinə əsasən bilməlisiniz ki, bura 20, bura 15-dirsə, demək ki, burada olacaq 25. Perimetri tapanda 20, 15, 25 toplanır. Doğru cavabımız alındı 60. Bitdi. Keçirəm 95-ə. 95-ci sualımızda bizə deyir ki, AC DC-yə bərabərdir. AC DC-yə bərabərdir. Görürük, zaten şəklin üstündə verib. Bura 46 dərəcədirsə, 180-dən çıxıram 46, alınacaq 134. 134-ü də böləcəm yarıya, alınacaq 67, 67. Yəni, burada 67-dir, burada 67-dir. Bizə lazımdır B bucağının dərəcə ölçüsü. Gördüyünüz kimi, bura 27-dir, bura 67-dir. Birləşsə, A bucağı neçə dərəcə olacaq? 94. C bucağı neçə dərəcədir? 46. Demək ki, buradan B bucağını tapanda yazıram ki, 95-ci sual. B bucağını tapanda 180-dən çıxıram, 94 ilə 46-nın cəmini. 94 ilə 46-nın cəmi eləyir bizdə 140, 180-dən də 140 çıxanda doğru cavabımız alınır 40. Bu yollardan sadəcə biridir. Siz burada 67-ni daxilə ötürüb buranı 113 də yaza bilərdiniz. 113 ilə 27-ni toplayıb 140 ala bilərdiniz. Yenə də buranı buradan 40 tapa bilərdiniz. Yəni, bir neçə həll yolu var. 96. Gördüyünüz kimi, belə bir fiqur biz tanımırıq. Belə bir fiquru tanıdığımız bir fiqur deyil. Bir fiquru elə şəkildə bölməlisiniz ki, tanıdığınız 2 dənə fiqur alınsın. Onda mən belə böləcəm. Baxın, çəkirəm. Baxın bu şəkildə. 2 dənə düzbucaqlı üçbucaq alındı indi. AD-mizi verib kök altda 73 yazaq.
SD'mizi verib 5. AB-ni x götürsəm, BS olacaq 2x. Mənə deyir ki, AB-ni tap. Baxıram ki, düzbucaqlı üçbucaqda bura, yəni DB, həm bu üçbucağın hipotenuzudur, həm də bu üçbucağın hipotenuzudur. Yəni, bura hər iki üçbucaq üçün də hipotenuzdur. Demək ki, Pifaqor teoremini tətbiq eləsəm, bu üçbucağın hipotenuzu necə tapılır? Kök altda 73-ün kvadratı, üstə gəl x-in kvadratı, bərabərdir. Çünki bu da hipotenuzdur, bu da. Bu bərabərdir 5-in kvadratı, üstə gəl 2x-in kvadratına. Alınır 73, üstə gəl x kvadrat, bərabərdir 25, üstə gəl 4x kvadrat. 3x kvadrat bərabərdir 73-dən 25 çıxıram, bu eləcə bizdə 48. X kvadrat alınır 16, x-imiz da alınır 4. Bizə AB lazımdır. AB ilə x-dir, demək ki, cavab olacaq elə 4. Keçək 97-yə. Katetləri 12 və 9 olan düzbucaqlı üçbucaq verilib. Katetlərimizdən biri 12, biri 9-dursa, dərhal bilirik ki, hipotenuzumuz 15-dir. Bizə deyir ki, üçbucağın ən böyük və ən kiçik hündürlüklərin fərqini tap. Bayaq biz dedik, üçbucaqda 3 dənə hündürlük var. Bunlardan ikisi katetlərdir, biri isə hipotenuza çəkiləndir və hipotenuza çəkilən bunların ən kiçiyidir. O da necə tapılır? 12 vur 9 böl 15. Bölək 3-ə böləcəm. Burada qalacaq 5. 3-ə böləndə bura eləyəcək 36. 36-nı da 5-ə böləndə 7 tam 5-də 1. Yəni 7 tam onda 2. Bu bizim ən kiçik hündürlüyümüzdür. Ən böyük hündürlüyümüz də bu böyük katetimizdir. Yəni 12. Bizdən onların fərqini istəyir. 12-dən çıxıram 7 tam onda 2. Alınır cavabımız 4 tam onda 8. Doğru cavab 4 onda 8. 98. Hipotenuzu 5, katetlərindən biri 3 olan düzbucaqlı üçbucaq. Çəkirəm. Hipotenuzu 5-dir. Katetlərindən biri 3-dürsə, dərhal bilirəm, digəri 4-dür. Yenə də deyir ki, ən böyük və ən kiçik hündürlüklərini tapmalıyıq ki, cəmini tapaq. Dedik ki, ən kiçik hündürlük hipotenuza çəkiləndir və həmin o hündürlüyü tapmaq üçün 4-ü vururuq 3-ə, bölürük 5-ə. 12 bölünsün 5. 2 tam onda 4. Ən kiçik hündürlük 2 tam onda 4-dür, ən böyük hündürlük 4-dür. 4 ilə 2 tam onda 4-ü toplayırıq, doğru cavab eləyir 6 tam onda 4. 99. Oturacağı 17 olan bərabər yanlı üçbucağın yan tərəfindən ala biləcəyi ən kiçik qiyməti tap. Bu bərabər yanlı üçbucaqdırsa, yan tərəflərini verirəm x, x. Oturacağımız da oldu 17. Biz bilirik ki, bizim bu oturacağımız yan tərəflərin fərqi ilə cəminin arasında bir qiymət almalıdır. Ümumiyyətcə, üçbucağın tərəfləri ilə bağlı bir fikir sənə səsləndirilirsə, dərhal düşünməlisən ki, burada üçbucaq bərabərsizliyi var. Yəni, 17 0-dan 2x-in arasındadır. Deyir ki, x-in ala biləcəyi, yəni yan tərəfin ala biləcəyi ən kiçik qiymət. X-imiz sonsuz sayda qiymət ala bilir. Çünki istədiyim qədər böyüdə biləcəm bunları. Amma ala bildiyi minimal bir qiymət var. X-in yerinə elə bir ədəd qoymalısan ki, 2-yə vuranda 17-ni keçsin. Demək ki, bizim x-imiz ən az 9 olmalıdır ki, 9-u 2-yə vuraq 18 eləsin, o da 17-dən böyük olsun. Demək ki, x-in ala biləcəyi ən kiçik tam qiymət olacaq 9. Eyni prinsipi 100-ə də tətbiq eləyək. Yan tərəflərə qoyuram x, x, oturacaq 19. Yenə də 0-la 2x-in arasındadır. X-in yerinə ən azı 10 qoymalısan ki, gəlsin 19-u keçsin. Cavab olacaq 10. 101. Mən həmişə 101 tipli suallarda, bayaqlarda elə idi. Necə eləyirəm? Əgər görürəmsə ki, xarici bucaqlar çoxdur, daxilini xariciyə çevirirəm. Görsəm ki, daxililər çoxdur, xaricini daxiliyə çevirirəm. Burada 2 dənə bucaq xaricidir, bir dənə bucaq daxili. Onda gəlin bu daxili bucağı çevirək, xaricisini tapaq.
Əgər bura 30 dərəcədirsə, demək olacaq xarici bucağı 150 dərəcə. Və üçbucağın xarici bucaqlarının cəmi bilirik ki, 360 dərəcədir. Alfa üstəgəl 50, alfa çıx 50 və 150. Cəmi eləməlidir 360. Çıx 50 və üstəgəl 50 getdi. 2 alfa bərabərdir 210. Alfa bərabərdir 105. Bizə də elə alfa lazım idi. Doğru cavab 105. Eyni prinsipi 102-yə də tətbiq eləyək. 20-nin xarici bucağı olacaq 160. Ondan 2 alfa çıx 30. 2 alfa üstəgəl 30. 160 bərabərdir 360-a. Çıx 30-dan üstəgəl 30 getdi. 4 alfa bərabərdir 200-ə. Alfa bərabərdir 50-yə. Doğru cavabımız oldu 50 dərəcə. 103. 103-cü sualımızda şərtdə verilən hər şey burada görünür zaten. Bizə CD lazımdır. Baxın, nə edirəm? Mən bilirəm ki, bura CD. Mən bunu burada ötürə bilərəm. Baxın, baxın bura. Eyni şeydir. Nə fərqi var? Burada olsun ya burada olsun. İkisi də məsafədir. Bu da buradan bura qədər məsafədir. Bu da buradan bura qədər məsafədir. Bunlar eyni ədədlərdir. Və burada nə alındı bizdə? Bir düz bucaqlı üç bucaq alındı. Bura 135 dərəcədirsə, bilirik ki, bura 45 dərəcədir. Onda demək ki, burada 45 dərəcədir. Alındı bərabər yanlı düz bucaqlı üç bucaq. Baxıram indi bura. Bərabər yanlı düz bucaqlı üç bucaqda bura x-dırsa, burada x-dır. Və buna əsasən biz Pifaqor ədədlərini bilsək lap gözəl olar. Bilsək ki, 12, 5, 13-dür. Buradan x-i birbaşa tapa bilərəm. Amma bu ətraflı yazı cavabının içində olduğu üçün həllini də öyrədəcəm sizə. Pifaqor ədədlərini bildiyimizə görə bilirik ki, 5, 12, 13-dür. Ona görə buradan tapa bilərəm ki, x 5-dir. Həqiqətən də baxın, x-in yerinə 5 qoyanda bura 12 eləyir. Bura 5, burada 13. Pifaqor ədədlərini ödəyir. Amma həll qaydası ilə olsa, biz artıq bunu yazmalıyıq. Yazırıq ki, x-in kvadratı üstəgəl, x üstəgəl 7-nin kvadratı bərabərdir 13-ün kvadratına. X kvadrat üstəgəl 14x üstəgəl 49 bərabərdir 169. 2x kvadrat üstəgəl 14x çıxılsın 120 bərabərdir 0-a. Hər tərəfi 2-yə bölürəm. X kvadrat üstəgəl 7x üstəgəl 60 bərabərdir 0-a. Üzr istəyirəm, çıx 60. Vuranda mənfi 60, toplayanda 7. Mənfi 7. Mənfi 12 ilə 5. Vuranda mənfi 60 eləyir, toplayanda mənfi 7 eləyir. Demək ki, biz mənfisini yox, təbii ki, müsbətini götürəcək. Bizim olacaq x-ımız 5. Yəni, biz tapdıq ki, x-ımız 5-dir. Bizə lazım idi c-dir. C-d elə A-yə ilə eyni şeydir. C-d elə A-yə ilə eynidir. Demək ki, cavab olacaq elə 5. Eyni prinsipi 104-də də tətbiq eləyirəm. Yenə də 17 ilə olan Pifaqor ədədini bilsək gözəl olar. 15, 8 və 17-dir. Demək ki, bura 8-dir ki, bura 8 üstəgəl 7, 15 eləyir və buna əsasən tapdıq. C-dəmiz 8-dir. Təbii ki, siz Pifaqor teoremi də eləyib bu qayda ilə eyni şəkildə tapa bilərdiniz. 104-də cavabımız oldu 8. 105. 105-ci sualımıza deyir ki, uzunluğu 3,7 olan nərdivanın yuxarı ucu gövdəsi yerə perpendikulyar olan ağaca söykənmişdir. Demək ki, nərdivanımız var. Nərdivanımız yerə perpendikulyar olan ağaca söykənib. Baxın, bu bizim ağacımız olsun. Bu bizim bir ağacımızdır. Bura nərdivan söykənib. Bu da bizim nərdivanımız olsun. Baxın, bu nərdivandır. Buna belə söyküyüblər. Bu nərdivandır. Nərdivan. Bu da ağacdır. İndi bizə deyir ki, nərdivanımızın uzunluğu 3,7-dir. Yazaq. Və deyir ki, nərdivanın aşağı ucu, yəni baxın bura, ağacın gövdəsindən, ağacın gövdəsi buradır, 1,2 məsafədədir. Yəni buradan bura qədər məsafə 1,2-dir. Bu da yerə perpendikulyar idi. Onun yuxarı ucu yerdən hansı məsafədədir? Yuxarı ucu buradır. Yerdən hansı məsafədədir? Demək ki, biz ağacın uzunluğunu tapmalıyıq. Təbii ki, Pifaqor teoremidir. X-in kvadratı
üstəgəl 1/2-nin kvadratı bərabərdir 3/7-nin kvadratına. Buradan alınır x kvadrat bərabərdir 3/7-nin kvadratı çıx 1/2-nin kvadratı. Mən müxtəsər olma düsturu ilə tapıram, belə olanda kvadrata qətiyyən yüksəltmirəm. Bir dəfə çıxıram, alınır 2/5. Bir dəfə də topluyuram, alınır 4/9. Buradan da x-imiz alınacaq. 2/5 vur 4/9. Məxrəcə elə bir düşür 10. Surətə də 25-dən 5 çıxır, 49-dan da 7 çıxır. Yəni 3/5. Doğru cavabımız alındı 3/5. Növbəti 106-cı sualda eyni prinsipdir. Onda şəklini çəkək. Bir əyri bir çəkdim düz bucaqlını. Uzunluğu 2/5 olan nərdivan. Nərdivanın aşağı ucu dirəkdən 0,7 metr məsafədədir. Yenə də bizdən yuxarı ucunu soruşur. Yenə də Pifaqor teoremi. X kvadrat üstəgəl 0,7-nin kvadratı bərabərdir 2/5-in kvadratına. X kvadrat bərabərdir 2/5-in kvadratı çıx 0,7-nin kvadratı. Yenə də müxtəsər olma düsturuna əsasən topluyuram, alınacaq 3/2. Çıxıram, alınacaq 1/8. Bunu mən belə parçalayacağam. Məxrəc heç, məxrəc 100-dür. 32-ni 2 vur 16 kimi yazıram. Baxın belə. 16, 2 ilə də 18-i birləşdirirəm 36. Buradan da x-i tapanda 16-dan 4 çıxır, 36-dan 6 çıxır, 100-dən də 10 çıxır. Eləyəcək bizə 2/4. Təbii ki, siz bu şəkildə tapmaq məcburiyyətində deyilsiniz. Hər kəs bu şəkildə rahatlıqla tapa bilmir. Siz 2/5-in kvadratını tapın, 0,7-nin kvadratını tapın, bir-birindən çıxın və baxın ki, alınan ədəd nəyin kvadratıdır. 107. Siz dərhal üçbucağın bucaqlarını 1, 2, 3 nisbəti görəndə bilməlisiniz ki, bu düzbucaqlı üçbucaqdır. Yəni, bu barədə heç düşünməməlisiniz. Əslində qalsa, amma bunu tapmaq da olur. Necə yazırıq? X, 2x, 3x. Bunların cəmi olacaq 180 dərəcə. Buradan alınır 6x 180-dir. X alınacaq bizdə 30 dərəcə. Yerinə qoysaq 30, 60, 90. Yəni gördüyünüz kimi bura düzbucaqlı üçbucaq alındı. Sadəcə 1, 2, 3 elə bir düzbucaqlı üçbucaqdır ki, bizim qızılımızdır. Yəni qızıl düzbucaqlı üçbucaqdır. 30, 60, 90 üçbucağıdır. Çəkirəm. 30, 60. İndi oxuyaq şərti. Böyük və kiçik tərəflərinin cəmi 6-dır. Üçbucaqda kiçik tərəf kiçik bucağın qarşısıdır. Yəni 30-un qarşısı. Böyük tərəf isə hipotenuzun qarşısı, yəni hipotenuzdur. 90 dərəcə bucağın qarşısı. Və biz bilirik ki, biz düzbucaqlı üçbucaqda 30, 60, 90 gördüksə dərhal hipotenuza 2x yazırıq. 30-un qarşısına x yazırıq. 60-ın qarşısına x kök 3 yazırıq. Onda kiçik və böyük tərəflərimiz nədir? X və 2x. Bunların cəmi 6-dır. 3x 6-dır. X 2-dir. Yerinə qoyuruq. 2, 4, 2 kök 3. Bizdən onların perimetrini istəyir, yəni cəmini. Topluyuram, alınır 6 üstəgəl 2 kök 3. Cavab belə bu formada qalır. 6 ilə 2 kök altı 3-ü toplamaq mümkün deyil. 108. Artıq sonuncu suallarımızdır. 108. BAC 46-dır. BAC bura 46-dır. Biz bilirik ki, bura 90 dərəcə olduğuna görə bura 46-dırsa biz buranı tapa bilərik ki, burada 44 dərəcədir. Ki toplayanda cavabımız bilirik ki, iti bucaqların cəmi 90 dərəcə edir. Bizə lazımdır BOC. Başqa görək nə var bizdə? BM-in tənbölən olduğunu deyir. BM tənböləndirsə, buna da ümumi 44 idi axı. Yarıya bölünəcək 22, 22. Baxaq görək CN də tənböləndirmi? CN-in sadəcə hündürlük olduğunu deyir. Buradan bir neçə üçbucağa baxıb cavabı tapa bilərik. Məsələn, gəlin bu üçbucağa baxaq. Bu üçbucağa baxıram.
Görürsünüz, bu üç bucaqda bu bucaq 22-dir, bura 46-dır. Onda onun xarici bucağı, yəni bura 22 ilə 46-nın cəmi olacaq. 22-nin üstünə 46 gələm 68. Buranı tapdıq. Heç əslində qalsa buranı heç oradan tapmaya da bilərdik. Buradan baxıb deyə bilərdim ki, bura 22-dirsə, bura 68-dir. Növbəti olaraq burada baxaq. Yox, bura baxmayaq. Müəllimə burada S-nin hündürlük olduğu şərtini qeyd eləməyib deyə. Baxıram ki, niyə cavabı tapa bilmirəm, alınmır. S-nin hündürlüyü olduğu üçün bura 90 dərəcədir. Bayaqdan da burada həqiqətən də asan sualdan vuruşuram. Bura 90 dərəcə olduğu üçün, burada 44 olduğu üçün biz tapa bilərik ki, bura 46-dır. Yox, bizə lazım olan da bu idi. Bu 68-ə falan ehtiyac yox idi. Bura 46-dır, bura 22-dir. Onda mən buranı tapa bilərəm də. 180-dən çıxıram. 46 ilə 22-nin cəmini, yəni 68-i. Doğru cavabımız eləyəcək 112. Demək ki, bizim, baxaq görədək, COB-ni istəyirdi. Bəli, BOC-ni istəyir, ora olacaq bizə 112 dərəcə. Yəni 108-ci sualda doğru cavabımız alınır 112 dərəcə. 109-a keçək. 109 ilə 110 eynidir, 111 ilə də 112. 109-a deyir ki, bucaqlarından biri 90-dır. Üzr istəyirəm, 30-dur. Demək ki, bu 90-60-33 bucağıdır. Qeyd elədik. Bizə deyir ki, katetləri fərqi 12 kök altda 12 çıx 2-dir. Dərhal münasibəti qururuq. Bura 2x-dir, bura x-dir, bura x kök 3-dür. Demək ki, şərtə əsasən x kök altda 3 ilə x-in fərqi bərabərdir. Kök altda 12-nin əvəzinə mən nə yaza bilərəm? 2 kök altda 3. 2 kök altda 3 çıx 2. Buradan aydındır ki, x 2-dir. Görünür də, x-in yenə 2 qoyanda 2 kök 3 çıx 2 eləyir. X-imiz 2-dirsə, hipotenuzumuz daxı 2x-dır. Demək alınacaq 4. Bitdi. Eyni prinsipi 110-a tətbiq eləyək. Yenə də düzbucaqlı üç bucağımızdır. 30, 60, 90. 2x, x, x kök 3. 48-in əvəzinə biz bilirik ki, 16 vur 3-dür. Yəni 3 kök alt, üzr istəyirəm, 4 kök altda 3 yaza bilərik. Onda x kök 3 çıx x bərabərdir. 4 kök 3 çıx 4. Demək ki, x-imiz 4. Yenə də hipotenuzu tapanda yerinə qoyuram. 2 vur 4 cavab eləyir 8. Doğru cavabımız oldu 8. Keçək 111-ə. Mən həmişə 111-də deyirəm ki, səndən nəyi soruşursa x-i ona ver. AD-ni soruşduğu üçün AD-yə x verək. AD-yə x versəm, buradan BD-ni tapanda alınacaq 3 üstəgəl x. Bu nədir bizdə? Tənbölən. Tənbölənlə bağlı nə bilməlisiniz? Tənbölənin xassəsini. Tənbölənin xassəsinə əsasən 3-ün x-a nisbəti bərabərdir 8-in 3 üstəgəl x-a nisbətinə. Çarpaz vururam. 9 üstəgəl 3x bərabərdir 8x. 5x bərabərdir 9. X bərabərdir 1,8. Yəni AD-miz oldu 1,8. Siz elə x-i şərtdə soruşulanı işarə eləyəndə, hesablayanda birbaşa x-i tapacağınız üçün birbaşa cavabı tapmış olursunuz. Burada da BD-yə verəcəm x. Onda AD-ni tapanda olacaq AD-miz x çıx 2. Yenə də tənbölənin xassəsinə əsasən 4-ün x çıx 2-yə nisbəti 9-un x-a nisbətinə bərabərdir. Çarpaz vururam. Alınacaq 4x bərabərdir 9x çıx 18. 5x bərabərdir 18. X də bərabərdir 3 tam 5-də 3, yəni 3,6. Və bununla da 112 sualının hər birisinin izahları ilə tanış olmuş olduq. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.